Aşbazlıq yalnız yemək bişirmək deyil. Bu, mədəniyyətləri bir araya gətirmək, yaradıcı olmaq və hər qonağa unudulmaz təcrübə yaşatmaqdır. Peşəkar aşbaz bunların hər birini bacarmalıdır. Bütün bunlardan əlavə, aşbazlar daha böyük bir missiyanın da daşıyıcıları kimi tanınır. Peşə təhsil müəssisələrində yetişən aşbazlar qida israfını azaltmaq, yerli və mövsümi məhsullardan istifadə edərək karbon emissiyasını azaltmaq kimi məsuliyyətli yanaşmaları öyrənir və tətbiq edirlər. Tullantısız mətbəx, təmiz planet. Bura bizim evimizdir. Bu elə evdir ki, daxili daim dəyişir, inkişaf edir. Bu dəyişikliklər həm təbii formada, həm də bu evin sakini olan insanın təsiri ilə baş verir. Bəzən insanın səbəbkarı olduğu dəyişikliklər o qədər də yaxşı nəticələnmir. Bəs bilirdiniz ki, mənfi nəticələri aradan qaldıra biləcək qəhrəmanlardan biri də aşbazlardır. Bəli, aşbazlar. Bəs necə? Qida sektoru iqlim dəyişikliyinə böyük təsir göstərir. Tullantılar, su israfı və karbon emissiyası ciddi problemlər yaradır. Bugün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə bununla bağlı çəkiliş aparmışıq. Nurlan Bəşirov dual təhsil proqramı üzrə manqal steksoloqda praktiki dərslər alırım. Mən aşbazlıq təhsilimi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində alıram. Biz bugün əlimizdə olan ərzaqları israf etmədən 3 dənə yemək hazırladıq. Abaqanuj məzəsi, köz biber məzəsi, yaşıl su.
Bugün tələbə yoldaşlarımızla və baş aşbazımızla bişirdiyimiz yeməklər həqiqətən də çox dadlıydı. Hamınızdan nuş olsun. Aşbazlar təbii şəraitdə yetişən məhsulların istifadəsinə daha çox önəm verir. Mövsümi və təbii şəraitdə yetişən məhsullar daha az kimyəvi maddə tələb edir. Bu da torpaq və su resurslarını qoruyur. Makaron, düyü, toyuq və ya ətin bişirilməsindən qalan nişastalı və bulyon suyuna şorbalar və ya soslar hazırlamaq üçün istifadə edilir və bununla da suya qənaət edilmiş olur. Ərzaqlardan istifadə edərkən onlara lazım olan miqdarda ərzaq götürürlər. Tullantıların az olmağına diqqət edirlər. Seçilmiş ərzağın hər hissəsindən faydalanmaqla tullantıları minimuma endirmiş olurlar. Aşbazlığa mən nəvəs gənc yaşlarımda və sosial şəbəkələrdə izlədiyim şeflərin videolarından yarandım. Özüm də Azərbaycanın tanınmış aşbazlarından biri olmaq istəyirəm. Peşə məktəbinə getməkdə məqsədim nəzəri və praktiki biliklərimi daha çox artırmaq üçün. Və bunu düşünürəm ki, peşə təhsil mərkəzi olduqca yerinə yetirir. Peşə mərkəzinə mən özüm də tezə başlamışam. Oradakı müəllimlərin kollektivliyi, istiqamlığı mənə çox xoş gəlir. Yəni ki, öz övladlar kimi bizi sevirlər, öz övladlar kimi görürlər. Bizə çox can yandırırlar həqiqətən də. Məktəb bizə nəzəri biliklərdən əlavə israfa yol verməməyi öyrədir. Professional aşbaz israfa yol verməməlidir. İsrafa yol verərsə, bu bir çox problemlərə nədən ola bilər. Bunlardan biri də iqlim dəyişikliyidir. Peşə təhsil müəssisələri aşbazları yalnız peşəkar yemək bişirmə bacarıqları ilə deyil, həm də ətraf mühitə məsuliyyətli yanaşma ilə yetişdirir. Aşbazlar qida seçimləri, tullantıların idarə edilməsi və yerli, mövsümi məhsullardan istifadə edərək iqlim dəyişikliyinə birbaşa təsir göstərə bilir. Əgər sən də kulinariya dünyasına daxil olub həm dadlı yeməklər hazırlamaq, həm də ətraf mühitə töhfə vermək istəyirsənsə, peşə təhsil müəssisələri sənin üçün ən doğru seçimdir.